Bu günləri biz BMT-də yarışmışıq. Onlar üçün komiteye həqiqət yox, bu barədən işim başlayacaq. O etirazlar ki, İranda olubdur. O cinayətlər ki, törədib Cümhuriyyət İslami, cinayət əleyhi bəşəriyyət əncam veribdir. Nəticədə biz bu günlərin burada yenə inqilabat olacaqdır. Rəy verəcəklər, komitə işin başlasın. Amma bizim bu komitə indi işin başlasa, bizim çox müşküllərimiz vardır. Mən tamamən buradan öz əziz həmvətənlərimə sözümü deyirəm, mesaj oluram ki, tamam o etirazlarda, tamam adamlar söylüblər, etirazlarda zindanlı olublar. Ya nə hər nə ittifaqçı birlərinə düşüblər. Ben önce biz eləyə bilək bunları sənədiyyətə çatdıraq. Tadadır və hayır beynəlmilərdə bunlar eləyə bilsinlər, öz hüquqlarından, öz haqlarından müdafiə etsinlər. Xahiş edirik ki, bizlər tamam bu sənədləri hər nə cür onundur bizə yollasınlar. Bilirik ki, internet yoxdur. Bəli, bir sürü satelitlərin tərqi ilə, bəzi televizyonların tərqi ilə və tamam fikirləyirəm ki, əgər istəsələr biraz vəziyyət yəni açılsa, internet özünə gəlsə, biz bu sənədlərə ehtiyacımız var. Xahiş edirəm ölülərin, ondan sonra ittibatlıların adını saxlamaq üçün və onların xatirələrini, onların bir insan təkin onlardan müdafiə etmək üçün biz o zatlara, itilata ehtiyacımız vardır. Təşəkkür edirəm.